Tindən salam. Atam, o günləri görürəm bir dənə yaşlı qadın doğsunub qalıb. Dedim, xala, nə olub? Dedi, heç oğlum. Bağça müəlliməsiyəm. 2 ilə pensiya çıxıram. Bunlar məni sertifikasiyadan keçirmək istəyirlər. Hala, mən deyənlər, müəllimələri, fəhlələri, xadimələri sertifikasiyadan keçirdib işdən çıxarmaqla deyil. Arada bunları da keçirdin də sertifikasiya olursa. Məhz buna görə də xüsusi və səlahiyyətli nümayəndəlik institutu müasir Azərbaycan dövlətçiliyinin səmərəli idarə etmə təcrübələrindən biri kimi qiymətləndirilə bilər. Qanun dəyişikliyinə səs verəcəyəm, təşəkkür edirəm, həmkarlarımı da səs verməyə çağırıram. Hala, Ülviyə xanım rəssamlığı qutarıb da, bu rəssamdır. Bu patoloqu şəkil çəkə bilər də. Bəs bilmirdin ki, rəssamı gətirib millət vəkili qoyanda bu biz millətin çəkdiyini çəkə bilər? Hay çəkdi ya. Heç bu üzündən də oxuya bilmir ki. Mən deyənlər Macaristandan ibrət götürün də özünüzə. Bütün deputatların maaşını 6200-dən 3700-ə saldı. Sonra bizimkilər qeydib deyirlər ki, bizim millət vəkilləri nə üçün danışmırlar? Ağızlarına su alıb deyablar. Elə danışmasalar yaxşıdır. Neyinirlər? Oturduqları yerdə pul qazanırlar. Dinliyor. Tinimiz düzdür. Bakubasdan Bakı metropoliteni dövlət büdcəsini əməlli başlı ziyana salıb. Bakubas 51 milyon manat, metropoliten də 43 milyon manat ziyana salıb. Mənə elə gəlir ki, büdcədən ayrılan pulu Bakubas o yana, metropoliten də bu yana. Ona görə dövlət də düşüb ziyana. Hala, mən deyənlər, bu qədər ziyan eləyirsizsə, heç olmasa ortada saxlayın da. Bilmirsiniz ki, ziyan yarısından qeydmək də xeyirdir. Dinliyor. Tinimiz düzdür. Deyirəm, heyif səndən. Ay Bakı, qulaq gündə bir dənə söz eşitməsə kar, göz görməsə kör olar. Deyirəm, elə belə şeyləri görüb eşitməkdənsə kar olmaq yaxşı deyək. Mən sənətçiyəm, sənə nə? Sən kimsən? Hə, bu sənətdir. Qarı üstümə gəl. Üstümə niyə sürürsən? Çox səhv edirsən. Sən də geçinə məşğul. Sən də ağıllı. Sür. Sür də təhaldır. Deyirəm, heyif dördü qabaqlar. Böyük var idi, kiçik var idi. İndi nədənsə elə bir böyüklər kiçilir, kiçiklər elə böyük də olur. Elə bil, keçmiş adi tənəlləri kimsə süpürüb atıb xəzərə. Atam balası, bunların süpürüb atmalı. Nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.